Əl tutma əslində xüsusi bir irfani termindir. Diqqət edin, fiqh və ya üsul dərslərini öyrətməyə əl tutma demirlər. Düzdür, lüğəvi baxımdan kömək mənasında işlənə bilər, amma termin olaraq əl tutma dedikdə irfani yönləndirmə nəzərdə tutulur. Buna görə də həqiqətən ustad ola bilən şəxs, başqası üzərində vilayət və mənəvi rəhbərlik məsuliyyətini qəbul edə bilən insandır. Yəni, bir başqasının seyri sülukunun, mənəvi yolçuluğunun məsuliyyətini öz üzərinə ala bilsin. Bu isə yalnız Allahın izni ilə mümkündür. İnsanın Allahdan bu izni ala bilməsi isə ancaq o zaman olar ki, vüsala yetişmiş olsun. دستوری که میدادن گویی خود همراه دستور بودند. Verdiyi göstəriş elə idi ki, sanki özü də göstərişlə birgə idi. Şagirdlərinin mənəvi vəziyyətini nəzarətdə saxlayırdı. بیشون عرض کردیم که بالاخره از دستورات ایشون چیزی اگر Mərhum Ağa Qazinin şagirdlərindən biri də Ağa Şeyx Mərəndi idi. Ondan xahiş etdik ki, əgər ustadın verdiyi göstərişlərdən yadınızda qalan bir şey varsa, buyurun söyləyin. O dedi, yadımda qalanlardan biri budur ki, Kufədə onun evində axşam namazlarını onunla birlikdə qılardıq. İşə namazından sonra o, cəmaata tərəf dönüb bir neçə dəqiqə danışardı. Bir dəfə yalnız bu cümləni dedi və sonra sustu. Təxminən bir saat sükut etdi. O cümlənin məzmunu bu idi. Özündən razı olma. Deyirdi ki, bu cümləni dedi, şagirdlərə baxdı, sonra hamı başını aşağı saldı və tam sükut oldu. Amma bu bir cümlə şagirdlərin içində əsl inqilab yaratdı. Onların ruhunda və mənəviyyatında dərin bir dönüş meydana gətirdi. O danışanda ham ağlayardı. Əgər desəm ki, ham ağlayardı, mübaliğə etmiş olmaram. Açıq deyim ki, mən və məndən böyüklər bu müqəddəs şəxsiyyət haqqında nə desək, yenə də azdır. Şairin dili ilə desək, sözlərə gərək yox qəm pəncərəsi, qəlbdən qəlbə